Zökün işçiləridir. Temizkan çırpıb tökürlər yerə. Bunlar yazdıqlara da yığıb süpürürlər gülə-gülə. Tumu çırtlayıb yerə atdılar, süpürgəçi xanımlar təmizlədi və bu da görənlərin hiddətinə səbəb oldu. Başların üstünə durublar. 3 qoca arvası, bir qoca kişidir. Temizkan çəkdi, çırtladı, tökdü yerə, indi də çəkir onları. İndi də göz süpürür həyəti, indi çəkir onları. O hadisə görəndə mən özümə də çox pis təsir elədi. Son günə sosial şəbəkələrdə bir video görüntü yayılıb. Deməli, paytaxtın Biləcəri qəsəbəsi Yahya Hüseynov küçəsindəki bu ərazidə Mənzil Kommunal İstismar sahəsinin 2 xanım əməkdaşı ərazini təmizləyir. Digər 2 əməkdaş isə yeri zibilləyir, tum çırtlayıb yerə tökür. Bu görüntülər yayıldı və xeyli müzakirəyə səbəb oldu və insanların hiddətinə səbəb oldu. Çırtladı, tökdü yerə, indi də çəkir onları. İndi də göz süpürür həyəti, indi çəkir onları. JEK-in balansındadır bu binalar. Vaxt aşırı yəni təmizləmə işi olur. Belə deyək də, o əməkdaşların hərəkəti bütün o bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı və o sadə insanlardır, onlar əməkdaşlardır, onlar öz işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Bəs o 2 əməkdaş ki var, həmin andakı belə deyək də yeri çirkləndirirdi, xanımlar da süpürürdülər də. O əməkdaşları ərazidə görmüsünüz belə yoxsa? Təbii ki, görmüşük, gəliblər həmişə, yəni belə deyək də, o JEK-in əməkdaşları iş görəndə onlar da onların başının üstündə dayanıblar. Onların etdiyi hərəkət ilk yeri yoxsa əvvəldə olmuşdu? Vallahi mən açığı buna qədər yəni belə neqativ bir şey görməmişəm. Görəndə mən özümə də çox pis təsir elədi. Yəni mən də bu binanın sakiniyəm. Yəni heç də xoş qarşılanmadı və biz özümüz də buna etirazımızı bildirdik. Orada da semşka çitlayıb turlayanda bizim uşaqlar çətlər də qoydular. Ki, yəni təmizliyə baxırsan ancaq özünüz zibilləyirsən. Tumu çitlayıb yerə tökürlər, həmin tərəfdə heç süpürmürlər. Başqa yeri süpürürlər, bunlar o təmiz yerlərə tökürlər. Sözgedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar sahəsindən bildirildi ki, video görüntüdəki həmin o 2 əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar. Nə yaxşı ki, o belə deyək də simska çıtlaya əməkdaşları işlərdən belə deyək də o rəsmilər də işdən çıxarıldı. Bu təbii ki, bizim üçün xoş oldu və bir növ bütün vəzifəsini icra edən şəxslərə bir örnək xarakteri daşıyır. Bu məsələnin bir tərəfi həmin əməkdaşlar işdən çıxarıldı, amma məsələnin digər tərəfi odur ki, İnzibati Xətalar Məcəlləsində yeri zibilləməyə görə cərimələr nəzərdə tutulub və yəni işdən çıxmaqla iş bitmir. İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslərə 300 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 4000 manat cərimə olunur.